Hər kəs salamlayıram. Bugün sizlər üçün Türkan qəsəbəsində gözəl bir ferma var. Çəkiliş edəcəm. Yeni başlayıbdır. Bunların nömrəsini video adına yazacağım. Yəni oradan götürün, qeyd eləyin. Gələcəkdə yəni burada cücələri satışı olacaq, yumurta satışı olacaq. Ümumiyyətlə indi baxarsınız satdıqları nə varsa onu göstərəcəm sizlərə. Xoruz həddindən artıq çoxdur. Damazlı xoruzlar satırlar. Videonu maksimum bəyənək, paylaşaq, daha çox insana getsin. Keçirəm sizlər üçün məlumatlar alın və qiymətləri soruşum. Maşallah olsun. Bunlar cins olarak hansılardır dedin? Xarkov bir də Avstralov. Xarkov bir də Avstralov var. Hani çox deyil, xeyli. Bu toxdular. Bunlar yemə gəlmirlər yaxın. Bax, hamısı da sağlamdır. Yeni ferma qruplar. İnşallah. Düşərli olsun, bərəkətli olsun. Əsas odur. Xəstəlikdən uzaq olsun. Bax, bu cür nə xoruzlar satılır. Bunlarda indi belə deyək, sırf cücə vaxtından siz bunları özünüz böyütmüsünüz də. Cücə vaxtından özləri böyüdübdür. İnşallah gələcəkdə burada bunların yumurtasından, cücələrindən hamısını satışı. Yumurtası da, cücələri də, yəni inkubatorda hər biri satılacaq. Satılacaq. Hal-hazırda burada xoruz çoxdur deyə, fərə azdır deyə və xoruzlardan başlanılıb satışa. Boy fərqli olanları vardı bunun arasında. Yəqin ki, hamısı da satılmayacaq. Bəli, hələ ki yox, yəni fərqli olacaq. Fərqlidir. Yem olaraq da lap anaçlara hansı yemi verirlər, o göstərək sizlər üçün. Yumurtalıqdır, arpadır, qarğıdalıdır, az miqdarda da buğda qatılır. Tam ətraflı göstərim sizlərə. Burada inkubatorları var. Ümumiyyətcə, baxın, buranın biz üstün şeyini göstərim sizlərə. Baxın, bu cürünə yəni hazırlamaq həqiqətən çox əziyyətli və çox yəni necə deyək, rasxodludur da. Bir dənə qıraq quş olsun girmir bura. Plusdakı özləri gedib gəzirlər, gəlirlər. Göstərim sizlərə. Yəni bunlar da əlbəttə ki sağlam olacaq. Qıraq quşlar girməsə əgər xəstəlikdə az olacaq. Bunların burada bir də proqramları var. Göstərəcəm onu sizlərə inşallah. Cücələri də göstərəcəm. Orada cücələr də var, çıxıblar. Plusdakı yəni öz cədvəlləri ilə gedirlər. Hamısı vaxtında vaksinlənir və iynələri, dərmanları da olunur. Baxın, bu cürlə xoruzlardır. Bu Avstralovlardan da satısız, yəni Avstralov xoruzlarına da satışı olacaq. Əsas bundan belə deyək, ataları hansıdır? Əsas ataları bu. Hal-hazırda olan. Fərələri də bu cürdür. İnşallah bundan cücələrindən, yumurtalarından əldə eləyəsiniz. Xeyləkdir burada. Burada təxmini neçə dənədir? Bu qıraqda da vardı. Toxdular deyə. Hardasa bir 400-ə yaxın. 400-ə yaxın vardı burada maşallah. Hər tərəfdə var. Ünvan Türkan qəsəbəsidir. Bundan indi sonda videoda qiyməti də deyəcəm. Sonda deyirəm ki, axıra qədər baxın, tam məlumatınız olsun. Yəni alan insanlar inşallah narahat eləyərlər nömrənizi. Alan insanlar yəni zəh vurarlar nömrəyə. Hal-hazırda xoruzlar satılır. Yumurtaları da, cücələri də satışda olacaq. Bir daha deyirəm, nömrəni qeyd eləyin inşallah. Nömrəni qeyd eləyin, yəni mütəmadi olaraq çalışacaq video paylaşaq buradan da satış olduğu vaxtda. Burada balacaları da var, onlar da. Bax, burada üstün odur ki, məsələn, böyüklər burada qalır, deyək ki, bax. Burada böyüklərin ərazisi budur. Bura bunun ərazisidir. İçərini də göstərək sizlərə. İçəridə də vardı. Burada yumurtlama yebilir, oturup yumurtlamağa. Burada. Yumurta yoxdur. Yumurtaları da göstərər. İçəridə inkubatora qoyurlar. Tünəklikləri. İçəridəki əla, yəni ağır bir
hava yoxdur, deyək ki, o narahat edici iyi yoxdur içəridə. Çünki havalandırma, ventilyator işləyir. Qapı pastayanla açıq qalır. Yemləri də, yəni yem atırıq ki, gəlmir. Bax, yemləri pastayanında qabaqlarında vardı. Yəni acdılar, girib içəridən yeyirlər. Bir məlumat da verim. Ha, buyur. Ümumiyyətcə, gün ərzində hər bir toyuğa çəkisinə uyğun olaraq yeməkləri dozировka ilə verilir. Yəni daima yemək verilmir. Səhər, bir də axşam. Hə, səhər axşam. Müəyyən qədər çəkidə yeməklər verilir. Bunlardan o balaca olanları da göstərək. Dağılıblar hamısı belə hər tərəfdə gəzirlər orada da. O balaca olanlar buradadır da, bunları da göstərək. Burada da onlardan balaca olanlar vardı. Burada böyüyürlər burada, sonra keçirdiniz digər tərəfə də. Burada bunlardan, hə, bunlar da bunlardan balacadır da. Bəli. Hal-hazırda bu şetkalarda olanlar, yerdə olanlar. Birini açaq göstərək bunlara. Açaq göstərək izləyicilərimizə. Burada da Xarkov da var, digərlərindən də vardı. Burada da vardı. Bir məlumat da Aha, verim. buyur. Yəni bunlar böyüdükcə sırf Xarkov sortu o birisi sortlardan ayrılır. Ayrılır, hə. Ayrılır, bəli, ayrı-ayrı saxlanılır ki, qatışıq olmasın. Yəni gələcəkdə də yumurta veriləndə qatışma olmasın. Sırf təmiz qan olsun. Bildim, hələ balacadırlar deyə bir yerdə Bəli, bir yerdə. böyüyürlər. Bundan da yerləri rahatdır, günəhlikləri. Özləri istədiyi kimi burada böyüyürlər. Gəzinti yerləri də bu qədər vardı. Lövhəyə yazmışlar vaksin nə mənəm, dərman nə vaxtı, vitamin nə vaxtı. Düzdür, çox fermalarda olmuşuq, böyük fermalarda. Yəni bəlkə də özləri amma görməmişdim. İndi onu göstərək sizlərə və həvəskarlar da olar ki, mən də belə saxlayım, belə artırım. Yəni ərazi olaraq çox gözəldir, böyükdür ərazi. Ona görə də yəni xoruzlar sağlamdır, ümumiyyətcə heyvanlar sağlamdır. Evet, göstərək onları sizlərə. Burada da o cücələrin böyümə yeri və bu lövhəni göstərmək. Burada izah eləyə bilərsən necə? Burada ümumi məlumatlar yazılıbdır. Hansı yeşikdə hansı cücədir, hansı doğum vaxtı, hansına nə vaxt vaksinlər verilibdir. Sonra məsəl üçün 7-ci yeşikdə doğum 8-12-də olub. Birinci vaksin 22-si olub, ikinci vaksin 16-sı olmalıdır yazılıb. İyunun 16-sı olacaq. Sayları da 103 ədəd. Yəni 6-cı yeşik doğum 27.05, 2 gün bundan qabaq olandı. Burada cücə. Yeni başlayanlar da buradan yəni. Sonra ümumiyyətlə dərmanların vurulma qaydası hansıdır, neçənci gün hansı olmalıdır, 3 aydan sonra məsəl üçün dərmanın adı da həkim proporsiyası ilə sayına uyğun həkim məsləhəti ilə olunur. Burada da sadəcə inkubatorlarda, hal-hazırda olan inkubatorda neçə cücəmiz var, nə vaxt qoyulub, nə vaxt çıxmalıdır. Əla. Belə bir şeydir. Bir də yumurta sayıları. Burada da cücələr buradadır. Bu sırf 27-sindən yumurtadan çıxanlardır, 2 gündür. 2 günə cücələr. Bugün sırağa gün çıxanlardır. Burada da böyüklər. Ondan bir balaca qabaq, bir 10 gün qabaq. 10 gün qabaq olan istiliyi də bu cürünə alırlar Daim buradan. onlar istidə olmalıdır. Burada da inkubatorlar da buradadır. hal-hazır. İnkubatorlar da burada işə düşüblər. İşləyirlər. Всё. İnşallah video maksimum bəyənək, paylaşaq. Videonun adında da nömrələri olacaq. İnşallah əlaqə saxlayın. İstəyənlər əlaqə saxlayıb gəlib ala bilərlər.